30 gündə ingilis dilini öyrənirik 4-cü gün. Səhər yuxudan oyanıb özümə kofe hazırladım. Pəncərənin önünə keçərək ətrafı izlədim. Şəhər yuxudan tam oyanmışdı, amma içimdə qəribə bir enerji vardı. İngilis dili dəftərimi açıb yeni sözləri öyrənməyə başladım. Sanki hər söz başqa bir dünyaya açılan qapı kimi idi. Ardınca kiçik bir mətn yazdım. Zaman keçdikcə xarici dildə öz fikirlərimi ifadə etmək daha da asanlaşırdı. Günümü planlaşdırıb idman zalına yollandım. Bugün üst bədən üzərində çalışmalı idim. Amma məşq gözlədiyimdən daha rahat keçdi. Evə qayıtdıqdan sonra bir neçə mühüm işlərimi həll etdim və daha sonra parkda dayanıb ətrafı izlədim. İnsanlar, üzlər, baxışlar, hər biri bir hekayə danışırdı. Bəzilərinin gözlərində həyəcan, digərlərində isə dərin bir susqunluq vardı. O an düşündüm, ətrafımızdakı dünyanı nə qədər görürük. Gün batmağa az qalmış salona yollandım. Həmin an güzgüdə özümə baxarkən zamanın necə sürətlə axıb getdiyini hiss etdim. Oradan ayrılıb evə döndüm. Onlayn dərslərimi keçdim. Gecə isə fərqli dil öyrənmə metodlarını araşdırdım. Növbəti gün yeni bir yanaşma sınamağa qərar verdim. Axşam bir film açıb izlədim. Otağın sakitliyində filmin səhnələri ilə düşüncələrim bir-birinə qarışırdı. Gözlərim yavaş-yavaş yumularkən beynimdə tək bir sual qaldı. Sabahın özü ilə gətirəcəyi möcüzələr, sirlər nələr olacaq?